Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə fransızların 3 dostun səfəri adlı nağılını danışacağam. Biri toxucu, biri dərzi, biri də pinəçi olan 3 yaxın dost yola çıxdılar. Çox uzaqlara, Burqsların ölkəsinə gedirdilər. Başqa ölkələri, başqa mədəniyyətləri tanımaq, başqa xalqlarla tanış olmaq istəyirdilər. Birdən toxucu dilləndi. Dostlar, onlarla necə danışacağıq? Heç birimiz onların dilində bircə söz bilmirik. Gözəl ayaqqabılar tikən pinəçi belə bir təklif irəli sürdü. Burqsların dillərini daha tez öyrənmək üçün gəlin belə edək. Onda eşitdiyimiz ilk cümləni mən öyrənərəm. İkinci cümləni toxucu, üçüncü cümləni də dərzi öyrənsin. Beləliklə bu dili 3 dəfə tez öyrənərik. Hər birimiz öyrəndiyimiz cümlələrlə qısa müddətdə onlarla ünsiyyət qura bilərik. Bu fikir hamısının xoşuna gəldi. Çatdıqları ilk Burqs kəndinin bazarına gəldilər. Kənd meydanına toplanan cəmaət 3 yad gəncə maraqla baxırdı. Xarici ölkələrdən gələn 3 gənc, deyə bazardakılardan biri qışqırdı. Toxucu bu cümləni əzbərlədi. 3 dost bazarda gəzməyə başladılar. Əlindəki toyuğu satmağa çalışan bir qadın gördülər. 20 mis pul, 20 mis pul, deyə qadın bağırırdı. Dərzi bu cümləni əzbərlədi. Bir az sonra qarşılarına bir dilənçi çıxdı. Ovcuna bir neçə dəmir pulu qoyan kimi dedi. Tanrı sizdən razı olsun. Sağ olun, sağ olun. Pinəçi də bu cümləni əzbərlədi. Birazdan gəzə-gəzə kəndin qurtaracağına çatdılar. Çəmənlikdə oturub biraz dincəlmək istədilər. Yaxınlıqda 2 yaşlı kişi söhbət edirdilər. Biri başına gələn əhvalatı danışırdı. Heç bilirsənmi başıma nə gəlib? Bazara getmək istədim. Yolda kisəmi oğurladılar. İçində elə də çox pul yox idi. Təxminən 20 mis pul. Görəsən bunu kim edib? Xarici ölkədən gələn 3 gənc, toxucu qışqırdı. O yerli cəmaatla söhbət etmək istəyirdi. Əzbərlədiyi kəlmələri söylədi. Yoxşu, ikinci qoca soruşdu. Bəs içində bu qədər az pul var idisə, niyə uğurladılar? Bu dəfə də dərzi əzbərlədiyi cümləni söylədi. 20 mis pul, 20 mis pul. Yaşlılar oturduqları yerdən qalxdılar. Bu yad insanlar kisənin oğurlandığını, hətta içində nə qədər pul olduğunu bilirdilər. Deməli kisəni onlar oğurlamışdılar. Odur ki, kəndlilər tez mühafizəçiləri çağırdılar. Mühafizəçilər 3 dostu tutub aparanda pinəçi də əzbərlədiyi cümləsini dedi. Tanrı sizdən razı olsun. Sağ olun, sağ olun. Amma məhkəmədə hər şey məlum oldu. 3 yaxın dost sərbəst buraxıldı. Kənd cəmaatı bu əhvalata çox gülərək 3 gün boyunca gənclərə qonaqlıq verdilər. Bu müddət ərzində 3 dost yerli cəmaatın dilini öyrəndi. Əcnəbi bir dili öyrənmədən özünü həmin dili bilən kimi göstərmək böyük dərdlərə səbəb ola bilər. Bizim 3 dost bu hadisədən yaxşı dərs aldılar.
Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.